Salam əziz və hörmətli dostlar, xoş gördük. Umuram ki, halınız yaxşıdır, keyfiniz sazdır. Bu günləri bu Hünəri Cəng adlı kitabın son vərəqlərini vərəqləyəcəyəm, oxuyacağam və qutaracaqdır. Bunun 166-cı səhifədən o üzə bəzi bir şeylərdir ki, yazıblar və bizim dərdimizə feylən dəyməz. Onun üçün də onları oxumayacağıq, gedəcəyik. Gələn həftədən başqa bir kitab başlayacağıq, oxuyaq. Dostların əgər təklifləri olsa, hangi kitab oxuyaq, önəriləriniz varsa, göndərin o önəriləri, onun üzündə gedək. Əlbəttə, mən özüm dünən bir kitab, taza bir kitab tapdım, siyasət və qalxınma Türkiyədə. Baxmamışam, görüm ki, zorun çatır oxuyam ya yox, çünki latin əlifbasıcadır. Amma nəzərimə gəldi ki, çox yaxşı bir kitab ola bilər. Amma bizə çox stratejik kitablar lazımdır. Millətimizin həm ayılmağı üçün, həm rifahı, əmniyyəti, istiqlalı üçün. Bu günləri 161-ci səhifənin birinci paragrafını qutarmışıq. Dünənləri onun ikincisini başlayırıq oxuyaq. Əlbəttə, bunu da oxuduq. Əgər iştibah eləməsəm dedik ki, bəli, bunu oxumuşuq. 61-ci səhifəni kamilən oxuduq. Dedik ki, bunlar da yaxşı hüquq alırlar və hüquqları dövlətin içində şeydir və bunların işləri ən yüksək rütbəli, gizli işdir. İndi 162-ci səhifədən davam edirik. Birinci sətri oxumuşuq, ikinci sətirdən oxuruq və 1, 2, 3, 4 səfədə bu günləri oxuyacaq və bu kitab tutaracaq. ماموران مخفی تعلیمات خود را در زیر چادر فرمانده دریافت می کنند. به او نزدیکند و با وی در حد صمیمیت می باشند. Deyir ki, gizli məmurlar, yəni casus dediyimiz ya axtarış yapan insanlar öz təlimatlarını, yəni o dövrə ki görürlər, o təlimat ki alırlar, o dərslər ki oxurlar, onları uzaq yerdə, gözdən iraq bir yerlərdə, çadır altında, qədim çadırlarda olurdu, uzaq yerlərdə, elə bir məsələn, köçüblər, gediblər şöyle. İndi də elə zahirən belə nəzərə gəlmiş, çox uzaq yerlərdə belə bir təlimat aparırlar ki, məmuli insanlar görməsinlər, hətta polis falan da görməsin. Və o komutan ki vardı, komutana deyir, çox yaxındılar bunlar. Ondan da çox səmimidirlər. Səmimi, yəni çox dostdular, çox rahatdılar, çox ayrı seçkiləri yoxdur. Məsail məhrəmani həstənd. Onların, oradakı onlar təlim görürlər, o hər nə ki təlim görürlər, onların hamısı gizlidir. Ki vəsilə-i intiqalşan az rah dəhan be gӯş است. Ki bu gizli şeyləri nə cür bunları öyrədirlər bir-birlərinə ağızdan qulağa, yəni danışmaq yolu ilə bu olur. Niyə ağız bunu dedi? Diqqət buyurun. Niyə danışmaqla qulağı dedi? Niyə demədi məsələn görməklə? Ya dedi ki bədənlə ya şeylə. Çünki ən önəmli üzv gözdən sonra qulaqdır. Biz gözümüzlə bəzi şeyləri görərik, qulağımızla eşidərik, şeylərik. Gözümüz çox xəta elər. Qulağımızın xətası gözümüzə görə azdır. Gözün xətası çoxdur. Biz uzaqdan baxırıq, hər şeyi kiçik görürük. Hissilərimiz bizim çox rahatca səhv eləyə bilər, iştibah xəta eləyə bilər. Onun üçün çox qulağa təkid edir, danışmağa. Çünki insanlar ittilatı bu iki yolla verərlər bir-birlərinə. Yəni, %90 danışıqla ittilat gedər və siz bunu önəmsəməzsiniz. Demək deyirsiniz, önəm deyil ki, məsələn, mən bir şey demirəm ki, bunu hamı bilir ki. Elə bu çiçilər şey olar, yəni ittilatdılar. کسی که آگاه و محتاط و انسان و عادل نباشد نمیتواند مأموران مخفی را مورد استفاده قرار دهد. Əgər bir insan deyir ki, bu cür olmasa, əvvəl gərək aydın ola.
ya deyək bilgin ola. Ağah bilgin. Bilgi sahibi ola. İnsan gərək bilgi sahibi ola. Bilgi sahibi olmayan insan eləyə bilməz ki, casusları idarə eləsin, sirri məmurları, gizli məmurları idarə eləsin. Ondan sonra bu möhtat ola. Yəni, tez əsəbanı olub özün dağa dərşə vuran olmaya. Ehtiyatlı ola. Əcələ eləməyə. Ondan sonra bir tane deyir insan ola. Bu çox əcib bir şeydir. Bilmirəm, insan deməkdə nə mənədir? Hər kəsin iki ayağı var, iki əli var, onun üstündə yetişir, danışır, qulaq asır. Bizə taydı, bənzir. Bunlar insandılar. Yəni, necə ki, insan ola? Ya deyirik, Adəmdir, Adəm olmaq çətindir, insan olmaq rahatdır. Nə, bunlar hamısı sözdür. Bunu, hər millət özü bunu tərif edir. İnsandan mənim istəyim nədir? Mən Güney Azərbaycan üçün ya türk insanı nədir görürəm. Nədir olsa türk deyərəm buna. Nədir olsa Güney Azərbaycan türkü deyərəm buna. Nədir olsa türkçülüğü yarımçılıqdır. Yəni, əgər bir insanın türkçülüğü nədir olar ki, yarımçılığı olsun? Bunlar hər millət özü tərif edir. Bunun üçün görürsünüz ki, farslarda, indi İran fərhəngli görürsünüz ki, mütəəssifanə Təbrizə də gətiribdir. Əfqanlılar gəliblər, indi oradan getəcəklər, gedərlər Türkiyəyə, bəllidir. Baxın, dostlar, Türk fərhəngi ilə Fars fərhəngini qoyaq, bir dəqiqə bunun haqqında danışaq. Türk kültüründə geçən yüzildə bu müsəlman və qeyri-müsəlman ölkələrdən gəliblər, Türkiyədə yaşayıblar, oradan getiblər Avropiya, Amerika, Kanadaya, Astraliyaya. Tamam. Türkiyə bunların hamısına ev sahiblıq eləyibdir. Əllərindən gələnə pul da veribdir, yemək də veribdir, işitmək də, əndazəsi bir qədər. Demirəm ki, hamıya hesabı pul veribdir. Amma, məsələn, elə zaman olub ki, orada 5 milyon Suriyəli yaşayıbdır. Elə zaman olub ki, orada 3 milyon İranlı, o zaman ki, eydamlar var idi, 3 milyon, 2 milyon yarım İranlı yaşırdı. Fars yaşırdı. Elə zaman olub ki, 1 milyon Əfqanlı olubdur. Üst-üstə bəzi vaxtlar 7 milyon, 8 milyon yap az zamanlarda orada mültəci, qaçqın yaşayıbdır Türkiyədə. Amma Türkiyə burada videolar çəkib, ay Türklər, ay Farslar, ay İranlılar, ay bunlar yoxdur. Gəldilər bizim şəhərimizi aldılar, falan elədilər, bəhman elədilər. Yoxdur, bunu görmezsiniz. Amma İranda indi bir bəllidir da, məsələn, bir 100 min nəfər, 50 min nəfər, 30 min nəfər bəlli deyil nə qədər. Mənə bəlli deyil, dövlətə bəllidir. Əfqanistandan keçiblər, gəliblər bura, buradan da keçəcəklər, gedələr Türkiyəyə, Türkiyədən də keçəcəklər, gedələr. Qaçağına, ya hər yolundan keçəcəklər, Türkiyədə də birazı qalacaq, Türkiyəyə mail olanlar, əlaqəsi olanlar Türkiyədə qalacaqlar. Amma görürsünüz ki, İranda bunlardan video çəkirlər, mən hətta gördüm, oğlan uşaqların lüt elirlər, lüt. Türkçə deyərək dombaldırlar bunları, təcavüz eləməklərini görsətmirlər, amma bəllidir təcavüz eləyəcəklər. Adamı tutur, əlindən bıçağı qoyub, tizi deyirlər farsça. O kəsən bir şeyi qoyub bunun əlinin üstünə deyib, denən ki, mənim arvadımı sən falan elə, mənim bacımı sən falan, Əfqanını belə elə. Bunları da zəbt ediblər, iftixarla qoyurlar bura, qoyurlar bura. Sonra o fərhəng, həman pan-İranistlər, pan-farsistlər istəyirlər, indi gəliblər 5 dana, 10 dana, 20 dana, 50 dana Əfqanistanlı, gəlibdir Təbrizdə düşüblər, bir istirahət eləyəcəklər, bir yemək yiyəcəklər, gedəcəklər. Onu tez götürüb qoyub, vay Əfqanlıları töhdülər bizim, bu dəqiqən eyni İranlılar rəftar eləməkdir, eyni farslar rəftar eləməkdir. Niyə Türkiyədə bu iş yoxdur? Türkiyədə bir dana şəhər var, adı Dənizlidir. Mən 4 il bundan qabaq getmişdim, Dənizlidə 8500 fəqət Şirazlı yaşırdı. Adına deyirlər, əslən Türkiyəlilərdən soruşan deyirlər, bura Şirazlıdır. Niyə? 8500 dana Fars orada, Şirazdan Fars yaşırdı. Hamısı da dinlərini çevirmişdilər, üzü istəyirəm ayrı bir işlərlə gəlmişdilər. Heç birisi siyasi deyildi. %99'u əslən bilmirdi siyasət nədir. Hamısının keysləri çox əxlaqsız keyslər vermişdilər. Amma Türkiyəllər onu bir müşkül eləyiblər ki, bu 8500 nəfər gəlib bir dana kiçik şəhərə burada bizim işlərimizi əldən alıblar, oğlanlarımızı yoldan çıxadırlar,
ərli arvadlarımıza öcəşirlər, kişilərimizi, erkəklərimizi yoldan çıxadırlar. Belə bir şey görürsünüz? Yox. Bu iki dana kültürün fərqidir. Güney Azərbaycanda biz türk olmağa öyrəşməliyik. Türk insan o birisi dillilər, millilər, millətlər, dillər, dinlər, rəhlərə ehtiram qoyar. Onları qəbul elər, onları təhqir eləməz, onları küçümsəməz. Mütəəssifانه biz bunu bu son günlərdə görürük ki, dəqiqən elə İran apardığı sistemi Azərbaycanda da istillər apararlar. Bəzi pan-İranisti məğzinə gedənlər, baxın burada deyim, biz daimən keçən yüzildə o farsların tərbiyyəti ilə yekəldiyimiz üçün rəftarlarımız da beynimizdə farsları qəbul eləməsək də davranışlarımız, işlərimiz, baxışımız fars baxışı kimidir. Bu çox təhlükəlidir. Adil nə deməkdir? Adil də o mənalardandır ki, hər millət özü tərif edir. Zamanında, özü zaman içində. Yəni, məsələn, 100 il bundan qabaq adilin bir mənası var idi, 10 il bundan qabaq bir mənası var idi, indi bir mənası var. Məsələn, inqilabın əvvəlində ədalət buydu ki, hər kəsdən 2 girəm ya 3 girəm məvaddı müxəddir çıxsaydı, edam edirlər. Ədalət deyirlər buna. İndi hər kəsdən 10 kilo da çıxsa, edam eləmirlər. Baxın, ədalətin mənasına. Bir zaman əgər bir adam xiyabanda yatsaydı, insanlar nayrahand olurlar, ədalətsiz. İndi hamı xiyabanda yatır. Bir zaman adamlar bir-birini vursaydılar, döysəydilər, oğurluq etsəydilər, insanlar nayrahand olurdu. İndi hamı bir-birindən oğurluq edir. Bu nə deməkdir? Bu deməkdir ki, zaman içində, zaman və məkanda ədalət nədir, insan nədir, insanlıq nədir, bunlar dəyişir. Mütəəssifانه. نمیتواند مأموران مخفی را مورد belə bir adam əgər bu cür olmasa ki 4 dana sifət saydı, bilgin ola, muhtat ola, insan ola, adil ola. Bu cür bir insan olmasa eləyə bilməz ki məmurlardan, gizli məmurlardan faydalansın. Və کسی که ظریف و چابکداش نباشد نمیتواند حقیقت را زیر زبان آن بیرون بکشد. Əgər bir nəfərdə zərif yəni incə, nazik, zərif yəni hünəri, zərif ruhlu, lətif ərəbcə, lətif ruhu olan insan olmasa, ha belə çabuk yəni zirək olmasa, eləyə bilməz ki, o həqiqət ki, casusların, düşmənin ağzının içindədir, həm casusların, həm də düşmənin özünün ağzının içində gizlədib ki, onu verməsin, onu oradan çıxada bilməz. İndi fərz edin ki, məsələn, mən keçsəm, məsələn, bir dana ustandarla, fərmandehi nizami ilə filanla danışsam, əgər o qəsd zirənc olsam, eləyə bilsəm ondan bir ittilaat alam, olmasam o məni toğlayacaq, şeyəcək. Və bu da çox görsənir. Yəni, adamdan bir sual soruşursan, səndən sual soruşur, cavab vermir. Yaxşı, bu onun hünəridir. Sən indi bunu nədir eləyəcəksən, onu sözə gətirsən, onu danış. Ya adamdan bir sual soruşsan, əvəzin ki, o suala cavab versin, səni aparır bir yerə. Mən özüm bunu görürəm. Son zamanlarda Instagramda yazılar yayıram, ya Facebookda yazıram. Dostların biri gəlir, o bəhsin altında bir ayrı bəhs açır. Əsli bəhs budur. Məsələn, mən yazmışam ki, Fars şeiri və ədəbiyyatının, ya şairlərinin dünya, insanlığa hangi bir taza fikirləri var ki, insanın müşkülünü həll edibdir. Adam buna cavab vermək üçün ki, əsən fikirləri var ya yox şairlərin. Bu fikirlər gəlib camiədə bir əməli olubdur. Taza fikir əslində nədir, varlarıdır. Hangi tarixdə bir fikir veriblər. Əvəzin ki, bunu danışa gəlir deyir ki, Rıza Şah belə oldu, türklər elə oldu, türklərin dili yoxdur. Bunlara niyə? İstəmir o, sən o əsli sözə gedəsən. Çünki o əsli sözdür. Onun üstündə bəhs eləsə xərab eləyəcəkdir, aradan gedəcəkdir. O sənin zehnini çevirmək istəyir. Bu da bir yoldur. قبل از هر چیز بایسته است که خصلت جاسوس ارزیابی شود. اول gərək, elə türkçəsində xislət deyirik. Əxlağı. Xislət çox adətdirlər. O şeylər ki, gündə adam bu işi görür. Deyir, bəs bayisdə əs, yəni lazimdir. Gərəkir ki, casusun adətlərinə diqqət eləyəsiniz. Görəsiniz bunun adətləri nədir? Ya xislət
əxlaqı nədir? Və təyin gərək ki, aya vey sadiq və qabil vüsuq است. Aya və bunu gərək müəyyən eləyəsiniz, biləsiniz, iman tapasınız ki, bu adama, əvvələn bu adam özü ki, istəyir casus olsun, bu özü düz adamdır, düz danışır, yalancıdır. Bunu gərək biləsiniz. Aya qabil vüsuq است. Vüsuq ərəbcə sözdür, etimadın ayrı mənasındadır. Aya bu adama siz inana bilərsiniz? Vaqiən bahuş است ya nə? Doğrudan bunun huşu var, huşlu bir adamdır yoxsa yox? Huş burada dostlar, əql ilə fərqlidir. Huş zəbt sotudur, videodur, kasetdir ki, səsi zəbt edir, özündə yazır, saxlır, yığır, özündə saxlır. Huş budur. Yəni, siz hər nə gördünüz və eşitdiniz, onu saxlayırsınız dəqiqən. Buna deyilir huş. Hafizə kimi. Hafizə kimi bir şey. Əlbəttə, biraz hafizədən izafidir, çünki siz bunun içində bəzi şeylərə də diqqət eləyə bilirsiniz. Pəs az an mitəvan vey ra bekar girif. Əgər bunları bildiniz, bunlara mütməyin olandan sonra, güvənəndən sonra ki, bu adam düz adamdır, yalan deyil, ağıllıdır, huşlu başlıdır və buna güvənmək olar, vüsuq güvənmək olar. Ondan sonra nə edirsiniz? Bunu işə alırsınız. در میان مأموران هستن کسانی که تنها هدفشان ثروتمند شدن است. Məmurların içində bəzi adamlar vardır ki, bunların əsli hədəfləri budur, önəmli amacları budur ki, pul qazansınlar, pullansınlar, sərvət toplasınlar. Bir an ki, həqiqətən dərsədə də şinasayı vəziyyəti düşmən başladı. Bunlar çox təmayülləri yoxdur görələr düşməndən məlumat sizə toplayırlar. Çox budur ki, bir tür pul qazanırlar. این افراد به خواسته های من با حرف های تو خالی پاسخ میگویند. Deyir ki, belə bir adamlar mənim istəyimə içi boş cavablar deyərlər. Tu xali, içi boş. Yalan. Yəni bir sözlər deyərlər, başınızı qatarlar gedər. در این سنخ موارد بایستی زرنگی و هیله‌گری را به کار بیاندازیم. Belə bir موردlərdə gərək çox zirəng olaq, zirəng fikirəm türkçədə özü, zirəng olaq və hiləgər. Hiləgər yəni hilə vuraq. Adama toğlayaq. پس از این مرحله است که می توانیم حقیقت و یا کذب گفتارهای جاسوس را ارزیابی کنیم. Elə ki bu cür elədik, buna hilə vurduq ya bunu şey elədik, ondan sonra eləyə bilirik, güvənək ki, bu adam yalancıdır ya doğru danışır. Və miyan ançə mütabiq ba vaqe است, əgər onun sözlərin içində bir həqiqət, doğru söz olsa, vaqe, mütabiq vaqe, yəni doğru olursa və ançə mütabiq ba vaqe nist və onlar ki, yalandılar, doğru deyirlər, fərq bu güzarım. Bunlar görə ayraq bir-birindən. Bu adam bu sözləri dedi, bu doğru ola bilər, yəni vaqəən düşməndə belə bir şey var. Doğru bu cəhətdən. Yalan ola bilər, yəni düşməndə belə bir şey yoxdur. Bu adam özü düzəldib, bizə belə bir sözlər deyir. Bir ayrı şey deyibdir ki, در برابر جاسوسی که آلت دست دیگری شده است احتیاط لازم را به کار ببرید. Əgər bilsəz ki, bir casus sizə yalan deyir, vüsuquz əldən getdi, yəni ona güvənmədiniz, vüsuq sözü güvən ilə bir gəlir türkçədə. Deyir ki, onda çox diqqətli olmalısınız bu adama. Bu adam iki tərəfli ola bilər. İki tərəfli, iki başlı casus ola bilər. در حقیقت موضوع ظریفی است و حقیقتا ظریف است. Deyir ki, həm bu özü çox bu adamı təşxis vermək və onun sözlərini təşxis vermək, bilmək, tapmaq, doğrunu əyridən tapmaq çox zərif və incə bir şeydir. Hiç جا نیست که در آن جاسوسی مورد استفاده قرار نگیرد. Deyir, bir yer yoxdur ki, orada casuslar işləməsinlər. Diqqət buyurdunuz. Bəs 163-cü səhifəyə getdik dostlar. Gene o cümləni təkrar eləyibdi mütəəssifانه bu sətrin əvvəlində. Əgər نقشه‌های مربوط به عملیات مخفی پیش از موقع کشف شود مأمور و تمامی کسانی که وی با آنها حرف زده است بایستی به قتل برسند. Diqqət buyurun, görün nə qədər deyir.
Deyir, indi biz bir nəqşə çəkmişik, bir yol yöntəm götürmüşük, düşməni zəiflətməyə, aradan aparmağa, ya qoymayaq bizə zərbə vursun, ya biz ona zərbə vuraq. Deyir ki, əgər bu gizli bizim əməliyyatımız hədərə gedə, yəni düşmən bunu bilə, o məmuru ki, bunlarla işləyir onu və o adamlar ki, bu onlarla danışıb, onların hamısı öldürülməlidir. Çünki o bilir ki, siz nə edəcəksiniz və o dedikləri adamlar da daha sizi də tanıyıblar, tanıya bilərlər. Onun üçün onları öldürün ki, sizi tanımasınlar. Düşməndilər bunlar. Shin Hao adında bir mütəxəssis deyibdir ki, میتوان آنها را کشت تا دهانشان بسته شود و دشمن سخن آنها را نشود. Onları öldürün, yəni hətta bir casus məsələn deyirəm. Əgər İranı İsrailli bir casus eləyə bilib gələ İrana, burada bir iddia adamlarla dost ola və onların ağızlarından bir söz çıxada, bu stratejiyə görə deyir, həm o casus ölməlidir, həm də bu İranda adamlar ki, bu məlumatı veriblər ölməlidir. Amma siz keçən 40 ildə bilirsiniz ki, İran casusların mərkəzidir və ittilat verir dünyanın hər yerinə, ittilat da alanmır. Amma heç kəsdə edam olmayıb buradan. İlla ki, bir dənə döhdürü tutublar, salıblar Türk döhdürü orada Tehranda zindana. Keçən həftədə dedilər ki, çox vəziyyəti xərabdır. Edama məhkum eləyiblər, ölümə məhkum eləyiblər. Amma adam döhdürdür. Heç bir idarəyə gedib gəlmir. Heç bir əmniyyəti yerdə işləmir. Amma adamı tutublar, salıblar. Sən həstəydən, filandan, bəhmandan danışırlar adamı. Deyək ki, bu, hətta, məsələn, ərteşin, ordunun, ya spapasların döhdürü idi. Bu, məsələn, ordunun əcəba şeyinə əli satarmış, həstəyisinin atom bombalarının nəqşəsinə, yerinə, filanına. Ki, bu adamı tutublar, salıblar. Yox, bu adam elə, İran dövləti istəyir ki, əsli casusları gizlir. Yazıqları, birdən məni ya bəzi jurnalistləri İranda müttəhəm eləmişdir casus. Calibdir, mən həm Azərbaycan casusu idim, mən həm Türkiyə casusu idim, İran gözündə, daha məhkəmədə, həm Amerika casusu idim, həm İsrail casusu idim. Biri də var idi, 4 tane idi. Elə olacaq Azərbaycan. Azərbaycan, Türkiyə, Amerika, İsrail. Mənim dövlətin əleyhin, mənim əleyhimə ki, şey vurubdu, yazıbdı. دادستان orada bunları görmək olar. به طور کلی اگر می‌خواهید نیروهای مسلح را بکوبید و به شهرها حمله کنید و اشخاص را بکشید بایستی که نام فرماندهان پادگان، افسران ستاد، مأموران اجرا، دربانان و محافظان را بدانید. Deyir, əgər istəyirsiniz bir məmləkətə həmlə eləyəsiniz, düşmənə həmlə eləyəsiniz, düşmənin, indi biz istəyirik məsələn Farslara həmlə eləyək, ya Fars ordusuna həmlə eləyək, deyir, nə eləyəcəksiniz? Deyir, əvvəl gərək bunların silahlı, müsəlləh, yəni silahlı güclərin tanıyaq ki, bunlar kimlərdir və onları vuraq. Millətin işin olmasın. Və bir şəhərə həmlə konid. Onların şəhərlərinə həmlə ediyoruz. Məsələn, biz Tehranda pasgahlara, monitoring sistemə, radiodur, televizyondur, ustandaridir, fərmandaridir, şəhərdarlıqlardır, məclisdir. Bunlar o yerlərdir ki, ələ geçirmək lazımdır. Padiqanlardır. Əşxas robu koşuydu. Ondan sonra da bunların şəxslərini də öldürəcəksiniz. Bayisi ki, namə fərmanda. İdiyədir, əgər bu işi görmək üçün istəyirsiniz, gedəsiniz ki, onların ordularını vurasınız, onların şəhərlərini tutasınız, onların hər kəs sizin qabağınızda dayandı, düşmən olaraq onları öldürəsiniz, yəni təslim olmadı. Onda nə edəcəksiniz? Deyir, gərək bu iş üçün əvvəl gərək düşmənin komutanlarının bir adını biləsiniz. Adreslərini belə biləsiniz. Arvad uşağın ailəsini tanıyəsiniz. Bacı qardaşını tanıyəsiniz. Dədə-nənəsinin evin adresini biləsiniz. Əfsəran-ı Sitad, orduda yad baş komutanlığın altında olan, indi hər şəhərdə də vardı, hər ildə də vardı, hər üstanda da vardı və hər şeydə də vardı. Məmləkətdə. Deyir, bunları gərək biləsiniz ki, o üstə başda işləyən əfsərlər kimdilər? Ya üstə, yüksək başda. Kimlər bunların əmirlərini icra edir? Onları da gərək, eyni o şey kimi tanıyasınız. Qapıda duran məmurlar kimlərdir?
radio, televizyonun qapılarında kim durur, məclisin qapılarında kimlər durur, ərz edeyim xidmətinizə. Məsələn, ordunun qapılarında kimlər durur, ustandarlıqda, fərmandarlıqda, dövlətin qapılarında, məsələn, kimlər durur, rəhbərin qapılarında kimdir? Bunları gərəkli bilməlisiniz. Ki, və mühafizan və bir də bunların özlərinin can güvənli iddia adamları vardı. Bodyguardları vardı. Bunları da tanımalısınız. Bayesti bir məmuran xud dəstür dəhid. Onları tanıyandan sonra dəstur verəcəksiniz, əmr verəcəksiniz öz məmurlarınıza ki, der in bab be təfsil kəsb edilir. Bu adamları ki saydıq, bunların haqqında məlumat toplayacaqlar. Məsələn, bizim, indi Güney Azərbaycanda deyək, biz istirik ki, Güney Azərbaycanda bir əməliyyat başlayaq. Nə cür başlamalıyıq? Birincisi budur ki, gərək biz görək, əvvəl padığanlar hardadılar? Yəni, ordunun qərargahları hardadır? Pastarların pənargahları hardadır? Bəsitin qərargahları hardadır? Ondan sonra görək ki, bunların fərmandehi komutanlığı hardadır? Komutanlığın başı, məsələn, hər iyalətdə, ustandə kimdir? Onun ailəsi kimlərdir? Harada otururlar? Bacısı, qardaşı, bacıları, qardaşları, dədəsi, nənəsi, dayısı, əmisi, xalası, əmməsi, bunlar kimlərdir? Harada olurlar? Sitadda kim var? Yəni, indi yaxşı sitad fərmandehiyə kolli sitad qərbi, məsələn. İran günbatı, batan bölgəsinin sipahpasların ya ordusu, ya ittilatı, ya hardadır? Kimlərdilər? Bunların qapılarında kimlər durur? Bunların başlarının yanında bodyguardları kimlərdir? Radio, televizyon hardadır? Qapısında neçə nigəhbanı var, kimlərdir? Rəislər kimlərdir? Bunların evləri, adresləri, familləri haradır? Kimdir? Ha zaman gedirlər, ha zaman gəlirlər? Ustandar, fərmandar, şura şəhri, monitoring sistem və bunlar, pasıqahlar, bəsicilər, pastarlar, bunları məhəlləmizdə hər yerdə tanımalıyıq. Elə ki tanıdıq, ondan sonra neyəcəyik? Əgər بخواهیم حمله کنیم باید افراد مورد استفاده دشمن رو بشناسیم. Əgər istirik düşmənə həmlə eləyək, düşmən kimdən bizim əleyhimizə, bizim ziddimizə, bizim qarşımızda istifadə edəcək, onları tanımalıyıq. Və bedonیم ki, aya این افراد آگاهند. Gərək bilək ki, görək bu adamlar ki vardı, düşmənə işləyəcəklər, bizimlə savaşalar. Bunlar bilgin adamdılar, bizi bilirlər, Azərbaycanı bilirlər, Türklüğü bilirlər. Bunlara inanırlar, yoxsa əbləhənd, bunlar ahmaq, səfih adamlar, türkçəsi səfih. Bunlar səfih adamlardılar ki, Farslara, Fars hakimiyyətinə inanıb və Türkün, Azərbaycanın qabağında durur. Mülayimən ya xəşim, bunlar yumşaq adamdılar, yox, bunlar qəddardılar. Bunlara desən, getginən filanı gətir, gedib onun başını gətirəcəkdir. Öldürəcək yəni. Vəqti in sefat və xüsusiyyat ərziyabi şud, müqəddimat ra fərahəm edir. Əgər bu adamların hamısının haqqında bu ittilatı topladıq, ondan sonra bunların haqqında işə başlarıq. Bunları silməyə, təmizləməyə başlarıq. Hengami ki padişah Han Hisin تساو و کوان ینگ را میفرستاد تا به ویئی یا پاو حمله کنند. پرسید که فرمانده کل دولت ویئی چیست؟ Bir dana şah istirdi, Çində bir ayrı məmləkəti, yəni Çinin içində bir ayrı məmləkətlər var idi. Demişəm da, Çin də eyni Qacar dövrəsi kimi, Səfəvi dövrəsi, Osmanlı dövrəsi kimi. Çin özü bir məmləkət deyil, dostlar. Elə indi də bir məmləkət deyil. Uyğurlar özləri bir millətdilər, Çinlər özləri də neçə millətdilər ki, o cümlədən Çinlərin iki cürə dili var. Çinin özünün o hesarın içində iki dil var, Çin dili var. Biri o birisi dili baş tapmaz. Eyni Kürt dili kimi. Kürdün neçə 2-3 dili var ki, bu birisi dili, o birisi dili baş tapır. Dəqiqən biz türklər o cür deyilik. Məsələn, biz mümkündür Üzbəkini baş tapıyıq əl-an. Amma 3 saat onların dilinə qulaq assaq anlayacağıq. Çünki mən bunu özüm təcrübə eləmişəm. Mən özüm bunu onların xənranlıqlarına, danışıqlarına qulaq asırsam 10 dəqiqədən sonra görürsən ki, qulağın başır. Çünki səsin tonunun fərqi var. Səs fərqi var. Çox sözlər elə həman sözlər işlənir. Biraz qulaq asırsan görürsən ki, çox da sevməli bir dildir. Amma Çində
Məsələn, bir Məndərin var, bir də Mənsuridir, nə mənədir, o vardı. Bir-birlərini tanımırlar. Yəni, iki dənə ayrı dildir. Japon dili, Çin dili kimi. Məsələn, Kore dili kimi, Çin dili kimi. Belə bir dildir. Deyir ki, Çində bir dövlət istirdi, adamların göndərəcədə o birisi dövləti yıxa. Soruşdu ki, oranın fərmandehin tanırsınız, komutanın tanırsınız. Adı nədir? V dövlətinin adı nədir? Cavab verdilər ki, Yuşiye. Adı Yuşiye'dir. Dedilər, onun komutanının, baş komutanının adı Yuşiye'dir. Dedi ki, dəhanəş hənuz bu yeşir mi dəhəd? Hələ onun ağzı süd iyi verirmi? Yəni, hələ o uşaqdır, cocuqdur, yekəlməyibdir. Hələ feylən siyasəti, savaşı başarırmı? Və nə mitəvanət ba han hissin kuse bərabəri bezinət? O eləyə bilməz ki, bizim baş komutanla baş-başa qoysun. Üz-üzə dursun. Kuse bərabəri bezinət, kus bilirsiniz, qədim zahirən dövüldür, ya belə bir çalmaq bir şeydir. Ona kus deyirmişlər farsca. Gerçi, biz burada deyirik ki, üzbəyiz dura, qarşıya dura, qarşısına dura. Tərcüməsi belə olar. Səpəs porsi, çə kəsi fərmanda səvarə nizam əst? Atlıların baş kumandanı kimdir? Cavab dadı şud, Feng Xing. Dedilər ki, filan kəs adı Feng Xingdir. Səvari nizamın adı, atla savaşa gedənlərin də başını, komutanının adı Feng Xingdir. Şah dedi ki, vey pesər general Feng Weişe əst. Dedi ki, bu filan generalın oğludur. Vabəstə be Şin əst. O, Şin dövlətinə bağlıdır. Hərçən ki, mərd ba ərzişi ist, bununla bil ki, qiymətli, ərzişli, bilgili adamdır. Vəli ba Kuan Yenin bərabəri nemikonur. Amma bizim filan adlı Kuan Yenin adındakı olan komutanla qarşı-qarşıya dura bilməz. Gene şah soruşdu ki, fərmandehi piyadə nizam çə kəsi əst? Düşmənin piyadəsinin fərmandehi kimdir, komutanı kimdir? Pasux dadənd, Hisyang To. Şah dedi ki, fərq miyanı vey və təsatüsa əz zəmin ta asman əst. Təsatüsa ilə onun arasında yerlə göy arasında aralıqları var, fərqləri var. Binabərin heç dəlili nə daram ki, necəran başam. İndi ki, bunları bildik, onlar kimdir, dədələri kimdir, nənələri kimdir, fikirləri hara bağlıdır, hangi dövlətə çox əlaqələri vardır, nə qədər təcrübələri var, yaşları nə qədərdir, filanları nə qədərdir. Və bildik ki, bizim komutanlarımız onlardan başdılar, üstündülər. Nədir? Deyir, mən nigeran deyiləm. Gedin, həmlə eləyin. شناختن مأموران دشمن که به منظور جاسوسی علیه شما می آیند و اجیر کردن و به خدمت خود درآوردنشان اهمیت فراوان دارد. Düşmən sizin içinizə casus göndərir. Deyir, çox önəmlidir ki, onları tanıyasınız, sonra onları özünüzə əcir eləyəsiniz. Mozdur eləyəsiniz. Əcir eləmək türkcədir, özünüzə bunları məmur eləyirsiniz. Calib kəlmədir. Əlbəttə, mən bu çaşıt məsələsi casuslara türkcədir. Əski türkcədə çaşıt deyirmişlər. Osmanlı dövrəsində elə bilir ki, çaşıt deyirmişlər, casus demirmişlər. Casus ərəbcə sözdür. Axtarmaqdan gəlir, demişəm bunu. Təlimat-ı lazım ra be anha bedəhid. Onlar ki, siz dövlətdən sizə, düşməndən sizə casusluq eləyələr, çaşıtlıq eləyələr, onları yaxçı təlimat verin. Və müvazibə anha, onlara çox diqqət eləyin, onları çox rahatca ələ gətirməmisiniz, yetişdirməmisiniz, onları ölümə verməyin. Berin tərtib məmuranı do canibə istihdam mişəvənd. Deyir ki, indi ki, bu düşmənin için də gətirdiniz ələ, özünüzə əcir elədiniz, ondan sonra neyin? Bunları bir də itilat verin, qoyun aparsın düşmənə, yalandan doğrudan, düşməndən də bir də məlumat sizə gətirsin, bilgi sizə gətirsin. Shang Yu adında birisi deyibdi ki, مأمور دو جانبه در میان هموطنان خود کسانی را که مال پرستند و کارمندانی را که با بی‌مبالاتی انجام وظیفه میکنند میشناسند. Deyir, o casus ki, siz aldınız dövlətdən özünüzə əcir elədiniz, yəni özünüzün xidmətinizə gətirdiniz, istihdam elədiniz, əcir eləmək, işə tutmaq. Əcir elədiniz. Deyir, bu
bunu niyə saxlayayım? Bu çox önəmlidir. Deyir ki, əvvələn bu öz millətinin içində o adamlar ki, dövlətdən rizayətləri yox, dövlətlə müxalifdirlər, onları tanır. Onlar sizə lazımdırlar. Onları da ələ gətirin. Bir də deyir ki, bunlar bilir ki, dövlətin içindəki işləyənlər, dövlət işçilərinin hansısı pulsudur, pul istir. Yəni satar özün. Bir də deyir ki, bilir ki, bu dövlət içində işləyən yüksək məqamlar hansısı pıntıdır. Bimübalat pıntı. Tərtibi yoxdur, nəzmin intizamı yoxdur. Bəlli deyil nəyi hara qoyur. Deyir, bunları çox rahatca eləyə bilərsiniz ki, ələ gətirəsiniz və işlədəsiniz. Ma میتوانیم این اشخاص رو biz eləyə bilirik o tanıdıqları adamları yavaş-yavaş adını çıxardaq, onlardan istifadə eləyək. Onları öz əcir eləyək. Yenə də dedim, əcir eləyək. Özümüzə bağlayaq. Əcir eləmək vabestəkərdənin əslində türkçəsidir. Yəni özümüzə bağlayaq, istihdam eləyək, bağlayaq. İstihdam özü də bağlamaqdır. İran dövləti, dostlar, keçən yüzildə Qacar dövründə, beləsi deyim, Qacar dövründə dövlət işçilərinin sayı 10.000-ə çatmaz. 10.000-ə çatmaz. Məmalik Məhrus Qacar adlanan yerdə 10.000 dana çünki dövlət gərək bunlara vergidən pul toplayaq, maliyyatdan pul toplayaq, bunlara verir, nəft yoxdur. Amma indi İranda 7 milyon ta 8 milyon dövlət işçisi var. Çünki dövlət millətdən vergi ilə bunları saxlamır. Nəft ilə, qaz ilə, filan ilə, bəhman ilə bunları saxlayır. Cümrük ilə bunları saxlayır. Cümrükdən qazandığı pulla, qaçaqçılıqla bunları tiryəki narkotik maddələri, məvad müxəddiri alıb satmaqla bunları saxlayır. Bunların da hamısını əcr eləyib. Yəni özünə bağlayıbdır bu 8 milyonu. Hər 8 milyon adamın bəzisinin 2 əhliyalı var, bəzisinin 4 əhliyalı var, bəzisinin 6 dədənənəsi ilə zaten görsün ki, hər adam ki dövlətəcə bağlandı, bunun bir 6 nəfər, 10 nəfər olmasa adam buna bağlıdır. Bunlar hamısı bu adam orada iş üstünə qalsınlar, işin əldə verməsin, hamısı özün bu dövlətə müxalif görsətmirlər. Hamısı buna müvafiq görsədirlər. O dediği sözləri qəbul edirlər filan. Mən özüm familidə tanıyıram ki, elə adam vardı ki, məsələn, məhkəmədə işləyir. Bir uzun famililər bəzi işləri görmürlər ki, bu adamın işinə xəsarət dəyər. Zərər dəyər. O işində qalmasın, işindən olmasın. Və o məsələn, yaxın da familidir mənim özümə. Məsələn, mənim famililərimdə bunlar çoxdur belə adamlar. Məsələn, mən zindana düşməmişdən, yəni 20 il bundan qabaqdan ta bu günəcən bizim evimizə getməyiblər məsələn. Bundan belə ki, məsələn, deyək ki, belə yaxın familiyim. Da yəni məni görməsəydi yatmazdı. Amma sən bizə getməz. Niyə? Çünki bunlar dövlətin əciri olublar, bağlı olublar dövlətə. Vabəstə farsca, əcir olublar bunlar. Bunlar həman adamlarda ki, brainwash rahat olurlar. Bunlar rahat sizə xiyanət eləyə bilərlər. Bunlar rahatca Nevruz dedikləri bayramı sizə milli görsədərlər. Fars dilini milli elərlər sizə. Müəllimlərdir, universitet ustadlarıdır, müəllimlər, öyrətmənləridir. İdarədə işləyənlərdir, tamam dövlət idarələrində işləyənlərdir. Mollalardır, pastorlardır, bəsicilərdir, polisdir, ittilaatdır, nümayəndələrdir və bunlara bağlı olanlar adam bir çox. Bunlar hamısı panfarsizmin silahıdır bizim içimizdə. Bir də biz hər nə qədər çox dərs oxuyuruq fars sistemində, çox savadlaşırıq zahirdə, birinci sınıfları qutarırıq, keçirik ikinci dövrə, yüksək okullara gedirik, mədrəsələrə gedirik, oradan gedirik universitetiyə. Hər nə qədər üstə gedirik savadda, belə çox farslaşırıq. Çünki hər gün yüzlər səfəlik bizim zehnimizə danışıq, söz, kitab, oxumaq, qazet, məcəllə, dərgi, radio, televizyon, sinema, film, şəkil, dizi filan, bunlar hamısı gəlir bizim beynimizə və bizi yuyur beynimizi. Bizi bizdən çıxadır, bizi farslaşdırır, dilimizi unuturuq.
Məsələn, mən indi bu son günlərdə çox diqqət edirəm. Türkü sözləri tapım. Türkü danışım. Onlar ki, mənim böyük nənəm, böyük dedəm danışırdı, onları danışım. Məsələn, bu günləri çıxmışdım xiyabana bir 4 ay yarımdan sonra ki, çox burada uzanılı qalmışdım, çox yol yeriməmişdim. Bu gün birinci dəfə olaraq 1 saat 10 dəqiqə yol yerimişəm. Ağaçlar mütürləyiblər. Yəni, yaz gəlir, il bayramı geçibdir, bilirik. Yaz gəlibdir. Yazda hava qızışıbdır. Ağaçlar yavaş-yavaş işlər yarpaq açsınlar. Məxməl parçası kimi bu ağaçların üstünə sərinir. Mütürləyiblər. Yəni, hələ bunlar, indi istəyirlər, bunlar açılacaqdır, qabıq kimidir. Açılacaq içindən yarpaqlar çıxacaqlar. Ağaçlar 5-10 gündən sonra məxməldir hər yer. Buna biz mütür deyirik. Amma bunu biz yaddan çıxartmışıq. بدین ترتیب مأمور از سرباز کردنی با اخبار غلط به نزد دشمن فرستاده می شود تا این اخبار را ببینیم. Pəs buradan ki danışırdı hamısı o məmurlardan danışırdı ki, başımızdan ataq. Çox önəm vermirdik. Bunlar olardı ki, bunlara gizlicən özləri də bilmirlər. Biz onlara yalan məlumat veririk. Onlar bu yalan məlumatı, bilgiləri düşmənə verirlər. Düşmən bu bilgilərlə ya bir hərəkət görür ki, biz ondan faydalanaq, düşməni çırpaq, ya da ki, bir iş görmür ki, bizə zərər versin. Zərərin qabağını alırıq. Hər halda düşmənə bir böyük zərbə vururuq ya öldürürük. شانگیو deyibdir ki, nəzər bəyin ki, məmuran dö canibə میدانند که دشمن در چه موارد و زمینه‌های ممکن است فریب بخورد. مأموران از سرباز کردنی را میتوان برای انتقال اخبار غلط در همین زمینه‌ها فرستاد. Deyir bu iki tərəfli məmurlar, məsələn, həm Azərbaycanlılara işləyir, Cüney Azərbaycanlılar, həm farslara. Həm onlardan bizə məlumat gətirir, həm bizdən onlara məlumat aparır. Deyir ki, bu adam bilir ki, bizim nələrdən xoşumuz gəlir və bilir ki, farsların nələrdən xoşu gəlir. O xəbərləri ki, bilir farsların nəyi xoşu gəlir, gərək biz onları verək, aparsın onlara. Diqqət buyurdunuz. Amma düşməndən bizə o xəbərlər gətirər ki, doğrudan bizə ehtiyacdır. و با وی به همین ترتیب مأموران متحرک در موقع مقتضی مورد استفاده دیگه چه حتی موارد مقتضی لازم olan zaman, zərurəti olan zamanda hətta o hərəkətdə olan gizli məmurlardan da o başıboş məmurların yanında istifadə edə bilərsiniz, kullana bilərsiniz. Hakim باید از فعالیت 5 نوع مأمور به طور کامل آگاه باشد. O adam ki bir işdə oturur ya başda oturur, hər bu 5 cürə casusların hər 5 cürəsinin də hamısının nə gətirirlər, nə aparırlar, bunları gərək bilsin. Yalan xəbərlər, hangi yalan xəbərləri aparırlar, onları da bilməlidir. Hangi doğru xəbərləri də aparırlar, onları da bilməlidir. Hangi yalan xəbərləri və hangi doğru xəbərləri gətirirlər, onları da bilməlidir. این آگاهی میبایست از طریق مأمور دو جانبه برسد. Gərək bunlar iki tərəfli, iki başlı məmurların əli ilə, indi də çox əlində gedir, nazirliği var, onun əli ilə yetişsin başdakı olan adama. Və به سبب همین لازم است که با این افراد با نهایت دقت و دستورالبازی رفتار کرد. Deyir ki, bunların əli ilə çox əli açıq. Dəst و دلباز yəni əli açıq. Xəsis yox. Xəsis o ki, əli açılıb, yumulub da açılmır. Dəst و دلباز yəni o adam ki, əli açıqdır, çox töhfə verə bilir, pul verə bilir, qızırğanmır. Qızırğanmaq xəsisliğin türkcəsidir. Qızırğanmaq xəsisliğin türkcəsidir. Filan kəs qızırğandır, yəni xəsisdir. Getdik ən son səhifənin bir az qaldı, 5-6 dəqiqə bunu qutarırıq. Deyir ki, روی کار آمدن سلسله yin مدیون فعالیت تیشیه بود. Deyir ki, bir dana bir dövləti yıxıblar, yerinə bir ayrı dövlət gəlibdir Çində. O silsilənin adı ki yıxıblar, yəni bir neçə dədə baba oturublar, bir məmləkətə hakimiyyət eləyiblər. Bunun yıxmağı bir nəfər o köməkliyini yıxıb, bir nəfər ittilaat gətiribdir düşmənə. Düşmən onun ittilatı, onun bilgiləri əsasında o yin dövlətin yıxıbdır. O bilgi gətirən adam kimi toplayan adam casus, Şiyə
Adı İşiye imiş. İşiye که به حسیاها خدمت میکرد و شوها به کمک لویو که در خدمت یینها بود به قدرت رسیدن. Diyor ki hər halda bu hissilərə xidmət edirdi və hissiləri də şolar, nə bilim, filanlardan köməkli qaldılar, getdilər onu yıxdılar. Pəs bir dana dövləti yıxmağa bir adamın gətdiyi məlumat kafidir bəzən. Şangyo deyibdi ki, İşiye vəzir hisya bud. Hisya dövlətinin vəziri kim imiş? İşiye imiş. Və به خدمت yinha dəraməd. Bu getdi yinlərin xidmətinə əcir oldu. İstihdam oldu, xidmətlərinə alındı. Luang vəzir yinha bud və به خدمت şo dəraməd. Deyir ki, bunun da qabağında həman o dövlətin vəziri də getdi o birisi dövlətin xidmətinə əcir oldu. Yəni qədimdən bu şeydir, yoldur. Yəni sən İsraillər istəyirlər İranın vəzirlərin ki, qətlən mütməyin olun. Həm Xameneyinin öz evində casus var, həm də Sitad Fərmandeyi Kullu Quvada casus var, həm də o İttilat Həstiyyidə belə casus var. Mümkün vəzir İttilat özü casus ola. Yəni bu qədər mən belə çox rahatca danışıram. Çünki məsələn vəzir İttilata bir 10 milyon dolar versən, məsələn deyirəm ha, 10 milyon dolar, hər dolar 25 min tümən, 28 min tümən, 30 min tümən neçə milyard elədi. Düzdür, vəzir ittilatının özünün əlində çox böyük pul var. Amma niyə bu az puldan da geçsin? Vətənçi deyil. Vətənçi deyil, millətçi deyil. Cibin doldurmağa gəlibdir. Qudrətə gəlibdir. Vətən və millət şeyi yoxdur bunda, sevgisi yoxdur. Bunun üçün vətənin adamların ya qurbətə göndərir bilginləri, ya öldürür, ya zindana salır. Spapasdaran da bu cür. از این رو تنها حاکم روشنبین و فرمانده ارزنده‌ای که می‌توانند اشخاص هوشمند را مورد استفاده کنند. Deyir ki, bəs necə ki görürük iki dövlət, bu onun vəzirin özünə casus eləyibdi, əcr eləyibdi. Bu da onun vəzirin özünə əcr eləyibdi. Deyir, bu cəhətdən bir dana aydın millətçi ya aydın bir dövlət başı bu gərək bilə ki, neynəməlidir bunların arasında. در اجرای کارهای بزرگ موفقند. Belə bir adamlar ki, diqqət ilə bunların arasında diqqətli olarlar, aydın olarlar, ağıllı gedərlər. Bunlar eləyə bilərlər ki, böyük işlər yapsınlar. اهمیت عملیات سری در جنگ اساسی است و بر پایه این عملیات ارتش با یک حرکات خود را سامان می‌دهد. Deyir ki, gizli hərəkət, yəni casusluq çox önəmlidir və bu casusluq əsasındadır ki, ordu eləyə bilər ki, öz savaşını qabağa aparsın, ya utsun, ya uduzsun. Məsələn, İran hərəkatında, İranla Əraq savaşındakı İranlılar, Farslar, Əraqlılar bura 8 il həm İranlılara, həm Əraqlılara bunu qoydular boyunlarına, hər iki millətin və milyonlar adam o tərəfdən, bu tərəfdən yaralı, ölü, əsir, bədbəxt, evlərini itirdilər. Milyardılar dolar ki, özləri dedilər, 1000 milyard dolar xəsarət dəydi insanlara, ölənlərdən sonra, yaralananlardan sonra, ağlın itirələnlərdən sonra. Niyə? Əraqın cəmiyyəti İranın cəmiyyətinin yarısından az idi. Silahı da az idi. Nədir oldu bəs savaşda? İki İranlı, bir Əraqlını uda bilmədi. Çünki biz görürük ki, əməliyyat Vəlfəcrdə, Xeybərdə, Fulanda, Bəhmanda İranlıların bir danası salim qeydmir. Gedirlər, həmlə edirlər, düşmən orada bilib, gözlür casusları, çünki bunları üçün. Mənim öz qardaşım Hacı Ümranda İran ordusu bir hərəkət edir. Calibdir, bir dana tipdən, zirehi tipdir, ha, özdə mən piyada deyil. Piyada ki, qabaqda gedir, o deyil. Zirehdir, tancıdır, topdur, daldadır. Bir nəfər qaça bilməmişdir. Hamısını gəlmişlər, tutmuşlar, aparmışlar. Yəni, mənim qardaşım da oradan məhvud eləsər oldu. Niyə? Casusluq bu qədər güclüdür. İranlılar mütəəssifanə casus bir millətdirlər. Tarix boyu da belə oldular. Xüsusən Farslar. Dediyim kimi, çox utan vericidir ki,
Biz Güney Azərbaycan türkləri, Qəşqailər çox farsların əxlaqın, düşüncəsini mənimsəmişik, almışıq. Və bu günləri türkçülük edirik, amma bilmirik ki, əslində biz farsçılıq edirik, amma türk dilinə. Bu çox zərif və dəqiqdir, biz bunları gərək bilək. Dostlar, kitab qutardı, kitabdan 165 səhifəsini oxuduq, qalan hududən 40 səhifəsi, 43 səhifəsi, 40 səhifəsi. Bu 40 səhifəni oxumuruq, çünki bunlar kitaba görə deyil, bunlar bu adam özü bilgi, izafi bilgidir toplayıb bura və biz bunları oxumuruq. Beləliklə bu kitabı burada qutardıq və bu keçən 8 ayda fikir edirəm, ikinci kitabdır ki, hərdən biri oxuduq və qutardıq. Və bu da bu kitabın son bölümü 35-ci bölümdür. Bu kitabı 35 bölümdə oxuduq. Farsça olduğu üçün mənə oxuması rahatdır, qolaydır. Onun üçün bunu biraz hızlı oxudum. İnşallah ki, gələn həftədən, yəni bu günləri çərşənbədir, sabah cuma axşamıdır, cümə, şənbə, yekşənbə, doşənbə, yəni bazar ertəsi əslində. Umaram ki, taza bir kitabla qulluğunuzda olan və başlayaq. Dostlar, yenə də bu 4 gündə, 5 gündə əgər bir kitab göyünüz istəyir ki, farsca, türkcə oxuyam, buyurun, onu mən axtarıram, taparam və oxumağa çalışaram. Yoxsa özüm kitablardan birini seçəcəyəm. Bizim bir web saytımız var, Tovuz adında. Tovuz.com. İcazə buyurun görüm ki, Tovuzdur ya Tuvuzdur. Bunu bir də baxım. Mən bunu Turuzdur, Turuz gərək ola. Bir dəqiqə mən bunu burada Google eləsəm, gələr və sizə dəqiq adını deyərəm. Bizim dostlarımızdan çox zəhmət çəkiblər bu kitabı, bu web saytı hazırlayıblar. Mən bunu eləyim. Turuz.com. Görək ki, Turuz nə gəlir. Bəli, adı Turuzdur. İngiliscə desəm turuz.com, yəni .com. Bu web sayt beləsi bir şəkli də var. Kitab əlamətidir. Bu ki, burada görürsünüz, bu kitab əlaməti də açılıbdır. Çox gözəl, rəhlidir. Yəni hər dildə burada kitablar var və hər sahədə, yəni fəlsəfə də var, şeir də var, ərz eləyim xidmətinizə, nağıl var, tarix var, ədəbiyyat var. Ərz eləyim xidmətinizə, çoxlu sahələrdə vardır. Bunun sahibi də Təbrizdə olur. Bunun içində minlərcə kitab var, minlərcə. Latin əlifbasında Türkiyənin danışgahların, universitetlərin bir çox araşdırmaları burada var, eləyə bilərsiniz, baxasınız. Kitablar, dərs kitabları burada var, eləyə bilərsiniz, baxasınız. Bəlkə mən görüm, bəlkə dostların bir dəsinin israrı var ki, dərs kitablarından oxuyaq. Bəlkə bir dərs kitabı oxuduq, yəni dil kitabı oxuduq. Bəlkə də bunu seçdim. İndi görək ki, nə olur. Baxaram, mən kitabların içindən birini seçərəm. Burada da çox rahatdır. Bir budur ki, özünüz gözləyərsiniz. Bu özü kitabların listini gətirir. Burada üstdə dil seçənəyi var. Türkcə var, ingiliscə var. Bir Latin türkçəsi var, bir Azərbaycan türkçəsi var, bir də fars dili var. Yəni burada görürsünüz ki, İngilisi, Azərbaycan türkçəsi, farsçası və Türkiyə türkçəsi burada var. Bir də ərəb əlifbası ilə türkçə də var. Ona görə mən istərəm ki, dostlar bura keçsinlər, buradan kitablara baxsınlar. Gözəl-gözəl kitablar vardı. Son zamanların belə kitabları vardı. Sevməli kitablar var. Mən bu kitabı ki, oxudum, sizə buradan indirdim. Yox, bunu buradan indirmədim, amma bunun türkçəsi burada var və siz bunu oradan götürüb oxuya bilərsiniz. Çox gözəl kitabdır. Hər halda dostlar, çox sevindim, xidmətinizdə oldum. Umarım ki, faydalı olsun. Qürbətən ilə lah bilah bu işi və gedək qabağa. İndi ki, qürbətən ilə lah deyim, bunu da deyim, sonra gedək da. Dostlar, Türk dünyasında əsli din İslam dinidir. Prezident Rəcəb Tayyib Ərdoğan cənabları buyurduğu kimi Türk müsəlmandır, Şiə sünni deyil.
Çox gözəldir. Biz Fars şiəliğindən qaçmalıyıq. O gündən ki, biz Səfəvi dövründə şiəliği qəbul elədik, o gündən farslığa girdik, panfarslığa girdik. Biz hər gün ki şiəliqdə qalırıq, hər gün panfarslığa dərin gedirik. Biz panfarslıqdan uzaqlaşmaq üçün, İrandan uzaqlaşmaq üçün biz gərək qeydaq və sünni olaq. Bu mənim son sözümdür. Gecəniz xeyrə qalsın, sağ qalın, görüşmək üzrə.